Allah bismillah, qarşıda Novruz bayramımız gəlir qardaşım. Orta ki vaxtı iftara az qaldı, deyir, ancaq gözüm fındıqdadır. Ya Allah, gəl. Qardaşlar, xoş gördük. Masa hazırda, Qurtuluş 93-də möhtəşəm bir dənə ev çıxır satdığı. 9 mərtəbəli binanın 9-cu mərtəbəsi 4 otaqlı. Evin içində elə bir dizaynla hazırlanıb ki, bizim mömin qardaşımız evdə nələr eləyib və xaliqələr yaradıb. Evin içində mən nəzərinizə çatdıram ki, evin kupçası da var və tam əşyalıdır. Gəl bir də otaqlarla sizə tanış edeyim. Bax, zalda bir dənə sanuzel burada var, bir dənə fərqliliyə var. Bax, bir dənə sanuzel buradadır. Bax, bir dənə burada. Sonra belə bir dənə spalimiz var. O spalinin daxilində də, qardaşımlar, bir dənə də sanuzel burada var. Bax, qardaş göndərləri fikirləşir. Yallah, gəlir. Oradan çıxdım, heç də demirəm. Bir dənə buranın, bir dənə şübhəni, bir dənə gizli bir dənə şübhələri var. Yəni, möhtəşəmdir də, yəni bu. Bunun dəyərli əl işləməsidir, yəni bu möhtəşəmdir. Yəni, baxan kim olsa zaten bilinir ki, bu ev, yəni, makler evi və yaxud da satılmaq üçün tikilmiş bir ev deyil. Keçirik kuxnaya, qardaşım. Kuxnanın, bax. Elə bil ki, anamız belə biz üçün hazır iftar olar gözləyir. İnşallah iftardan sonra Allah plan orucları ali dərəcədə qəbul eləsin. Bir dənə də belə bir dənə otağımız var. Burada. Və nəzərinizə çatdırıram ki, ev tam olaraq əşyaları ilə birgə satılır. Elə bu meblin tanıyanlar, bilənlər bilir ki, bu mebel hansı mebeldir. Mebelin tək elə qiymətinə 11.000, yox 8.000, 10.000 arası belə bir qiyməti var. Gəl də bura. Balkona var və bir də mənzərəyə var. Sizə bir dənə salonda otağı səni göstərərəm. Və bir dənə də bu qədənçinə xodmanın bir dənə otağı var. Bu otaqlarda ən çox sevdiyim, spanilərdə sevdiyim nədir? Bütün bax, kravatlar var, hamısının altı sandıqdır. Keçirik əsas məsələyə. Biz tam full əşyalı, bax bir dənə bu fırlanır, bir dənə bu evi bir dənə də çək, bax, evimiz tam full əşyalı 148.000-ə. Kupçalı, ipotekaya yararlı hər bir sənədi də yerli yerindədir. Bu ev satmaq üçün yox, yaşamaq üçün tikilmişdir. Diqqətiniz üçün təşəkkürlər.